Qlobal neft ehtiyatları rekord sürətlə tükənir fikri son dövrdə daha çox səslənsə də vəziyyət bir qədər mürəkkəbdir. Bir tərəfdən dünya gündəlik 100 milyondan çox barel neft istehlak edir və bəzi analitiklər mövcud yataqlarda hasilatın azalması, yeni iri yataqların az kəşf olunması və geosiyasi risklər səbəbindən ehtiyatların sürətlə tükəndiyini bildirirlər. Goldman Sachs və digər qurumlar son aylarda qlobal neft ehtiyatlarının son 8 ilin ən aşağı səviyyələrinə yaxınlaşdığını, bəzi bölgələrdə isə ehtiyatların rekord sürətlə azaldığını qeyd ediblər. Digər tərəfdən beynəlxalq enerji statistikalarına görə dünyada hələ də təxminən 1,7 trilyon barel sübut olunmuş neft ehtiyatı mövcuddur. Hazırki istehlak tempi dəyişməz qalsa, bu ehtiyatlar təxminən 47 il kifayət edə bilər. Mütəxəssislərin əsas narahatlığı neftin tamamilə bitməsindən çox hasilatın gələcək tələbi qarşılamaq qabiliyyətidir. Bir sıra hesabatlarda qeyd olunur ki, yeni layihələr və kəşfiyyat işləri mövcud hasilatın azalmasını tam kompensasiya etmir. Bu isə uzun müddətli perspektivdə bazarda təklif çatışmazlığı və qiymət təzyiqləri yarada bilər. Eyni zamanda elektrik nəqliyyatının genişlənməsi, bərpa olunan enerji mənbələrinin artması və enerji səmərəliliyinin yüksəlməsi səbəbindən bəzi qurumlar gələcəkdə neftə tələbatın pik həddə çataraq azalmağa başlayacağını proqnozlaşdırırlar. Qısacası dünya yaxın illərdə neftsiz qalmayacaq. Lakin hasilatın azalması, yeni yataqların məhdudluğu və geosiyasi gərginliklər qlobal enerji bazarında ehtiyatların daha sürətlə əriməsinə və qiymət dalğalanmalarına səbəb olur.